Ağam, oruç tuta bilməyən xəstənin hökmü nədir? Oruç tuta bilməyən xəstə iki qismə bölünür. Bir cür xəstəliklər var ki, onlar sağalan xəstəlikdir. Müvəqqəti xəstəlikdir. Ola bilsin ki, ancaq Ramazan ayında o baş verir bu xəstəlik, ya ondan əvvəl, ya Ramazan ayında, ya orucluq, indi o insan elə bir haldadır ki, indi oruç tutmağı ona mənfi təsir eləyə bilər müvəqqəti olaraq. Bu cür xəstələr heç bir şeyə ehtiyac yoxdur. Sadəcə olaraq onlar oruç tutmayacaqlar Ramazan ayında. Ramazan ayı qurtarandan sonra gələn Ramazana qədər onlar oruclarının qəzasını tutacaqlar. Bir günə bir gün. Yəni Ramazan ayı əgər 30 gün oruç tutmayıblarsa 30 gün qəza eləyəcəklər. Yox, əgər Ramazan ayının müəyyən hissəsində xəstə olublarsa, o dediyimiz müvəqqəti xəstəlikdə, onlar həmən günü, o müəyyən gün ki, oruç tuta bilməyiblər, o günü gələn Ramazana qədər bir il ərzində qəzasını icra eləyəcəklər. Nə vaxt eləsələr ixtiyar sahibidir. Yəni, hökmən deyil, Ramazan dərhal qurtarandan sonra olsun və yaxud xəstəliyi dərhal sağalan kimi olsun. Ümumiyyətlə, ixtiyar sahibidir, amma gələn Ramazan ayına qədər gərək tutsunlar ki, boyunlarında qəza qalmasın, növbəti Ramazan üçün. Amma bəzi xəstəliklər ki var ki, onlar daimi xəstəlikdir. Ki, düzdür, əslində daimi xəstəlik sözü biraz o Allaha iman gətirənlər üçün doğru deyil. Çünki Allah hər şey qadirdir. Allah bütün xəstəlikləri sağaltmağa, şəfa verməyə qadirdir. Sadəcə bu günləri tibbi nöqteyi nəzərdən deyirik ki, indiki tibbə əsasən və yaxud bəzi həkimlərimizin fikrinə əsasən görürsən ki, bəzi xəstəliklər var ki, onlara sağalmaz xəstəliklər deyilir. Daim insandan olan xəstəliklər deyil və yaxud o xəstəliklər üçün daima dərman atmalıdır gün ərzində. O cür xəstəliklər ki, indi belə indiki dillə deyirsək ki, daimi xəstəlikdir, sağalmayan xəstəlikdir və yaxud qocalıq da buna aiddir ki, qocalıqdan zəiflik o həddədir ki, oruç tuta bilmir, o da bunun elə hökmünə aiddir. Onlar daha orucun qəzası da onlardan tələb olunmur, orucun özü də onlardan tələb olunmur. Onlar hər gün tutmadıqları oruca görə bir fəqiri doyuzduracaqlar. Bir fəqiri doyuzdurmağın da mənası budur ki, 750 qram ölçüsündə ya çörək, ya un, ya düyü ərzaq məhsullarından, yəni yeyinti məhsul ki, doyuzdurur insanı, ondan bir fəqirə, bir xəstəyə, bir yetimə, yəni bir möhtaca, ehtiyacı olana verə bilərlər. Verə bilərlər, yox, verməlidirlər. Verməlidirlər, onların hökmü budur. Əlbəttə, bu da imkan daxilindədir. Əgər doğrudan da bir insan ola ki, heç gündə 750 qram çörəyi də verə bilməz, əgər doğrudan belə bir insan olsa, məlum məsələdir ki, onun boyundan da o götürülür. Amma imkan daxilində həmən xəstələrin hökmü budur. Bir tutmadığı oruca görə hər gün üçün 750 qram çörək və yaxud un və yaxud düyü bir ehtiyacı olana, fəqirə, möhtaca verməlidirlər. Ağamın da belə deyək də, əgər birinin 750 qramdan daha çoxuna imkan çatırsa, versə daha yaxşıdır. O çoxa əlbəttə ki, hədd yoxdur. Biz ən aşağı həddi deyirik, ən vacib həddən danışırıq. Amma belə artıq həmişə gözəldir, həmişə yaxşıdır, həmişə insanlara xidmət eləməyi ilə Allah hamımıza nəsib eləsin inşallah.